from desire. Mind and senses purified, free from desire. Hamınızı salamlayıram dəyərli izləyicilər. Bugün biz sizlərlə informatikanın ikinci bölməsi olan say sistemləri haqqında danışacağıq. Qeyd edim ki, say sistemləri çox əsas mövzudur və dəqiq olaraq imtahana bir sual say sistemlərindən düşəcək. İndi istəyirsinizsə heç uzatmadan dərsimizə başlayaq. Deməli, say sistemləri əsas olaraq iki yerə bölünür: mövqeli və mövqesiz. Mövqesiz say sistemlərinə bildiyimiz kimi Roma rəqəmləri daxildir ki, mövqesiz say sistemlərə Roma rəqəmləri daxildir. Yəni 1, 5, 10, yəni belə bunlar digərləri. Bunların hamısı mövqesiz say sisteminə aiddir. Yəni mövqesi yoxdur və burada olan bir rəqəminin 10 rəqəminin solunda olarsa, məsələn 9-u sağında olarsa 11 ifadə edədiyini, ona görə mövqesiz adlandırdığını bilirsiniz. Mövqeli say sisteminə isə informatikada aid olan, yəni bildiyimiz 2-lik, 8-lik, 10-luq, bir də 16-lıq say sistemləri daxildir. Qeyd edim ki, yəni bu say sistemləri sadəcə 2, 8, 10, 16-dan ibarət deyil. Həmçinin 3-lük say sistemi, 4-lük say sistemi, 7-lik, 8-lik, 10-luq, 12-lik, yəni bütün say sistemləri vardır. Amma biz əsas olaraq bizə vacib olan hal-hazırda bu dördür və biz indi bu dördü haqqında danışacağıq. İndi yəni mən əsas olaraq danışdım. İndi isə imtahana dəqiq düşə biləcək olan mövzular, dediyim kimi, say sistemlərindən bir say sistemindən digər say sisteminə keçiddir ki, indi biz sizinlə hərəsinə aid bir nümunə verməklə say sistemləri haqqında olan bütün dərsləri, yəni ki, dağıdacağıq qısaca. Gələk. İndi biz əgər deyək ki, ilk öncəliklə ikilik say sistemindən bir dəqiqə belə yazaq. Yəni ki, deyək ki, söhbət gedir say sistemi ikilikdədir. 0, 0, 1, 1, 1, 0, 1. Bu ikilikdədir. Bizə deyilir ki, bu say sistemini 8-likdə göstərək. Yəni çox zaman müəyyən üsulları vardır ki, üstü 1, 2, 3, 4 ayrı-ayrı getmək. Yəni mən heç bunu sizə tövsiyə eləmirəm. İndi mən öz şəxsi qaydam olması, yəni bu istifadə olunan qaydadır, amma daha çox mən bu yollardan istifadə edirəm ki, 421 deyilən bir qayda var. Siz ilk öncəliklə o da hardan gəldiyini indi izah eləyəcəm. Bura 421 yazırsınız. Biraz ilərdən yazın bir dəqiqə. Bura 421 yazırsınız və bir dənə belə xətt ayırdınız. Bu formada 421 və bizə verilən ədədi 3, 3 ayırırıq. 1, 3 buradan ayırdıq. 1, 2, 3 buradan ayırdıq və burada gördüyünüz kimi sonda 2 qaldı. Əgər yəni 3-ü tamamlamaq üçün biz bunun başına 0 qoyuq da. Çünki onsuz da 0 heç nə ifadə eləmədiyi üçün 0-ı biz harada yazsaq, yəni ki, bu bizə heç bir şey ifadə etməyəcək. Ona görə 0-ı başa qoyduq və 3 tamamlandı. Niyə 3-ü tamamlayırıq? 8, 2 üstü 3-dür. Axı elə yazı saxlayın. Belə orada məsələn 2 üstü 0, 1. 2 üstü 2, 2 üstü 1, 2, 2 üstü 2, 4. Yəni belə gəlir. 421 buradan gəlir. Yəni sizə ədəki hardan gəldiyi lazım deyil, amma yəni ki, belə bilin ki, 3 ayırmaq lazımdır. Və əgər axırda qalan ədəd 1, 2-dən, yəni 3-ü tamamlamayıbsa, sonuna 0 artırın, yetir. Və indi deyərsiniz ki, buradan sonra nə edəcəyik? Bundan sonra isə bizə verilən rəqəmi, yəni buradan belə şəkildə bu 420-nin altına 3 şəkildə yazacağıq. Necə? 0, 1, 0, 0, 1, 1, 1, 1, 0. Bu şəkildə. Bu şəkildə düzəldikdən sonra buranı uzadın. İndi isə hansı rəqəmin altında? 1 hansı rəqəmlərin altındadırsa ona vururuq və cəmləyirik. Məsələn 4-ün altında 0-dır, heç nə yazmırıq. 2-nin altında 1-dir. Bura 2 yazacağam. 2-nin altında 1 var, 2. 1-in altında 1 var, 1. 2-nin üstünə 1 gəldim, 3. Bura yazıram. 4-ün altında 1 var, 4. 2-nin altında 1 var, 2. 4-ün üstünə 2-sini gəlirəm, 6. Deməli, bizə verilən bu rəqəm 236 8-lik say sistemindədir. Yəni belə, çox sadədir, 421. İndi isə ikilikdən 10-luğa. İkilikdən 10-luğa, yəni heç bir qayda yoxdur. İkilikdədir. Yəni əsas olaraq, yəni belə qısa qayda deyilən kimi, dediyim kimi, yəni yoxdur. Sadəcə belə olacaq. Bir dəqiqə. Aha. Deyək ki, 0, 1, 2, 3. 10-luq da olduğu üçün. 2 üstü 3 vurulsun 10 üstə gəlinsin 1 81.
Əgər hesablamada səhvlik yoxdursa, cavab 81 gələcək. Və yaxud da mən qarışdırmadımsa. İndi isə keçək, buradan bir dənə xətt ayırım. İkilikdən 8-ə keçməyi öyrəndik, 10-luğa keçməyi öyrəndik. İndi də keçək ikilikdən 16-lığa keçməyi öyrənək. İkilikdən 16-lığa keçmək üçün isə bayaqki dediyim qaydaya əsaslanaraq qırağa 84, 21 rəqəmini yazırıq. Və yenə eyni ilə belə bir dənə xətt çəkirik. İndi isə bizə verilən 1, 1, 1, 1, 0, 0, 1 kimi verilən say sistemi ikilikdədir. 16-lığa keçmək tələb olunursa, bu zaman biz 4-4 ayırırıq. Çünki 16 2 üstü 4-dür. Belə yadda saxlayın. Və 4-4 ayırdıq. Bu səfər isə tamamilə bölündüyü üçün bizə ehtiyac yoxdur. Bu səfər dediyim kimi biz indi isə bu 1 1 1 1 0 0 0 1 kimi olan rəqəmi altından yenə 84 21-in altına qeyd edirik. Tamam. Bu burada qalsın indi hələ hesablamamışdan qabaq. Yuxarıda unutduğum bir şey var, onu mən sizinlə bölüşmək istəyirəm. Əgər biz ikilik say sistemindən danışırıqsa, bu zaman qeyd etmək lazımdır ki, say sisteminin əsası olan rəqəm n-1-dir. Yəni 2 - 1 say sisteminin əsas rəqəmi 1-dir. Və əgər say sistemində elə neçə rəqəm varsa, say sisteminin özünə baxmaq kifayətdir ki, 0 və 1 2 rəqəm var. Ona görə ikilik say sistemi deyilir. Yəni ki, əgər bizə verilir ki, məsələn, sualda deyilər ki, hansının yazılışı səhvdir? 0, 12 ikilikdə verilibsə, bu tamamilə yanlışdır. İkilik say sistemində 2-nin özü ola bilməz. Eyni ilə, məsələn, 18 yazır 8-likdə. Bu qayda doğru deyil. Çünki 8-likdə 8-likdə olamaz. Minimum, maksimum 7 ola bilər. İndi gələk. İkilik say sistemi 1, 2, 4, 8-lik say sistemi 1, 2, 3, 4, 5, 6, 7. Yəni dediyim kimi say sisteminin əsasını n-1-indəki ədəd təşkil edir. Yəni 8 - 1 bərabərdir 7. Belə yazı saxlasanız bu sualları da həll edəcəksiniz. Yəni 16-lıq əsas gələn 10-luğu bilirsiniz, 10-luğu bilirsiniz. Onsuz da bizim bildiyimiz normal riyazi ifadələrdəki ədədlərdir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Tamam. 9 bildiyimiz riyazi rəqəmlərdir. İndi keçək 16-lıq say sisteminə. 16-lıq say sisteminə qədər burada olan bütün rəqəmlərin hamısı köçür. Və bu səfər deyirsiniz ki, onu 1-0-2-yə yazmırıq. Yəni 10 burada A rəqəmi 10-u ifadə edir. B rəqəmi B hərfi 11-i ifadə edir. C hərfi 12-ni, D hərfi 13-ü. Bir dəqiqə sağ yazım. 13-ü, Y 14, F 15 ifadə edir. Bəli. Yəni bunu sadəcə yadda saxlayın. Latin əlifbalarından düzəlib, ingilis əlifbasını düzəlib A, B, C, D, Y, F, A 10-u, B 11-i, C 12-ni, D 13-ü, Y 14-ü, F 15-i. 16-lıq say sistemi üçün keçərlidir. 10-luq say sisteminin əsası 9 rəqəmidir. Çünki n-1, n say sistemindəki rəqəmin özüdür. İndi isə keçək qaydaq buradakı suala. Bəli, gördüyümüz kimi burada bizim rəqəmlərin cəmi topladıqda, bizə 15 rəqəmini verir. 15 rəqəmi isə aşağıda qeyd etdiyimiz kimi F ifadə edir. Mən bura bu səfər 15 yox, F yazacağam. F. 1 isə 1 yazacağam. Bu 16-lıq say sistemində bizə F1 16-lıq say sistemində bizə bunu ifadə edəcək. İndi keçək aşağıda necə ki, bu səfər 8-likdən 2-yə keçməyi öyrənək. 8-likdən 2-yə keçirik. Deyəlim ki, bizə verilən rəqəm 72. 8-likdə x 2-likdə soruşur. Bu zaman yenə biz uzatmadan bayaq dediyimiz kimi 8 2 üstünə neçədir? 4. 3 2 üstü 3 8-dir. Bu zaman ona görə biz 421 qaydasını qeyd edəcəyik və bura yazacağıq. 72. 72 rəqəmini almaq üçün biz buradakı ədədləri necə qruplaşdırmalıyıq? 1 1 1. Necə? 4-ü vururam 1-ə 1, 4-ü vururam 1-ə 4, 2-ni vururam 1-ə 2, 1-i vururam 1-ə 1. 4 üstə gələ 2 üstə gələnsə 1, 7. Buradakı rəqəmləri belə vuran cəmləyəndə buradakı rəqəmi verməlidir. Yəni elə yadda saxlayın. İndi isə 2-ni də almaq üçün 0 1 0. Gələk bura. Yenə sırayla düzürük 0 1 1 1 0 1 0 2-likdə. Bu qədər. Bu deməkdir ki, 8-likdən 2-yə keçməyi öyrəndik.
421 ilə qruplaşdırmalıyıq ki, alt-alta topladığımız rəqəmlərin cəmsi bizə buradakı rəqəmlərin cəmini verə bilsin. Bax, belə, bu belə. İndi isə keçək 16-lıqdan 2-yə keçid qaydasına. 16-lıqdan. Keçək 16-lıqdan 8-liyə keçidə. Məsələn, yazıram bura 16-lıqda olan bir rəqəm 72, 16-lıq say sistemində. Keçirəm x2-liyə. Necə keçəcəm? Bayaq dediyimiz qayda ilə 84, 21 yazıram. Belə çəkirəm. Bu səfər 72-ni bura yazıram. İndi mən burada 72 necə ala bilərəm? 0, 1, 1, 1. 2 necə ala bilərəm? 0, 1, 0. Yəni 4 vurulsun 1, 4, 2 vurulsun 1, 2, 1 vurulsun 1, 1. 4 üstə gəlsin, 2 üstə gəlsin 1, 7. Bura yazıldı, gəldi, düşdü. Eyni ilə 2-ni vurdum 1-ə 1, bura yazdım, gəldim, düşdüm. Yəni bunu da bir səfər ifadəsi üçün bir dənə belə xətt çəkəcəm, yazacağım. 0-ı başladı, yazmasaq da olar. 1, 1, 1, 0, 0, 1, 0. Başdakı 0-ı yazmasaq da olur. Yəni bir qədər önəm kəsb eləmir, amma buradan oyuna yazarsınız. Yəni eyni ilə belə ikilikdə. İkilik say sistemində. Belə. İndi isə keçək 16-lıqdan 8-liyə keçidik. Yəni ki, hələ də çox önəmsəməyin. 16-dan 8-liyə keçsin. 16-lıqdan keçsin 2-yə rahat. 2-likdən də keçsin 8-liyə. Yəni 16-lıqdan 2-yə 84, 21, 2-likdən 8-ə 421. Bu qədər. Yəni bu qayda ilə sadəcə həqiqətən yəni ki, çox sadə şəkildə keçərsiniz. İndi bu səfər gəlin danışalım biz 16-lıqdan keçək deyək ki, 16-lıqdan deyək ki, keçirik 8-liyə. 16-lıqdan keçirik deyək ki, 10-luğa. Yazıram bura. 68 16-lıqdadır. X 10-luqda tələb olunur. 0, 1. 6 üstü 1 vurulsun. 16 üstə gələnsin. 8 üstü 0 vurulsun. 16. 6 vur 16. 96 üstə gələnsin 1. 97. Bu qədər sadə. Bu qədər sadə. 0, 1 qüvvəti ayırırsınız. 0'ı unutmayın, 0'dan başlayasınız. 0, 1 qrupa ayırdınız. 6 üstü 1 vurulsun 16. Burada 16 yazıldı o üçündür. 8 üstü 0 onsuz da bizə 1 verəcək. Buranın çox bir önəmi yoxdur. Buranı hesablayırıq. 6 vurulsun 16 96. Üstə gələnsin buradakı 1. Bu da köçdü bura. Bərabərdir 97. Aha, keçək biz indi bütün say sistemi haqqında danışdıq. Keçək indi bu səfər biz 10-luq say sisteminə. 10-luq say sistemindəyik. 10-luqdan 2-liyə keçidi öyrəndik. 10-luqdan keçirik 8-liyə. Yazıram. 10-luqdan 8-liyə keçəcəyik. Bəli. İndi yazıram. 97 10-luqdadır. X 8-likdədir. 97-ni böldürük 8-liyə. 10-dan istənilən rəqəmə keçirsinizsə bölüncəksiniz. Yazırıq. 1, 2. Neçə elədi? 96. 1 düşdü. 8-liyə düşdü. 1, 8 düşdü. 4. Dediyim kimi buradan bura düzələcəyik. Yazıram. 1, 4, 1. 1, 4, 1. Belə 8-likdə. Bu qədər. Dostlar, bu qədər sadədir. İndi isə keçək. Biz istəyirsiniz keçək. 97 deyək ki, bu səfər 10-luqdadır. Keçirəm X 16-lığa. 97 bölünsün 16. 6 dəfə düşdü. 96, 1 qalır. Tərsinə düzürəm 61 16-lıqda. Yəni bu qədər dostlar. 10-luq say sistemindən hansı say sistemi keçirsinizsə bölə-bölə gedin. 10-luqdan 3-ə də bölmək istəsəz 3-ə bölə-bölə gələsiniz. 7-yə də bölsəz bölə-bölə gələsiniz. Yəni bu qədər sadədir. Bu da bizə 61 16-lıqda verəcək. Yəni həqiqətən asan qaydalarla istəyəcəklərdən ən asası da 8-lik, 84, 21 və 421 qaydası olacaq. Sizin həqiqətən 2-likdən 8-liyə, 8-likdən 16-lığa, 16-lıqdan 8-liyə, 2-liyə heç fərq eləmədən 84-21 qaydası ilə bir-biri ilə bağlantılı şəkildə, zəncirvari şəkildə həll edə bilərsiniz. Yəni belədir. Yəni həqiqətən çox möhtəşəm qaydalarla istəyəcəklərdən məncə dərsi. Say sistemlərindən qalan məncə heç nə olmaz. İstəyirsinizsə keçən topludan 5-6 dənə də sual izahına baxaq və dərsi yekunlaşdıraq. PDF-dən say sistemlərini açdım. İstəyirsiniz suallara baxaq. Bayaq dediyim suallarla eyni tipdə hansı yazılış yanlışdır verib. Bəli, biz demişdik ki, say sisteminin özəyini n-1 təşkil edir və bundan əlavə əgər bizə cavab 8-likdə verilibsə 8-liyin özü olanmaz. 8-dən kiçik rəqəmlər say sistemində yer almalıdır. İndi necə nəzər yetirək? Baxın, 4-lük say sistemidir, 5 var. Deməli cavab Y variantı. Çox sadə, çox sadə. İndi bir daha baxaq suallar istəyirsiniz daha rahat anlamağımız üçün. Bizə dəqiqə. Biraz naziqlər artıq azaldım. Və buranı silim, bir dənə təmizləyim, bir də baxaq. Demişdim.
Əgər biz 5-lik say sistemində axtarırıqsa, burada bizə verilən say sistemindəki bu rəqəmlər 5-dən kiçik rəqəmlər olmalıdır. 5-dən 5 və 5-dən böyük ola bilməz. Bu zaman səhv olacaq. Məsələn, burada 4-lü say sistemində içəridə 5 var. Yəni 4-dən böyük ola bilməz deyə cavab Y variantıdır. Hansı yazılış forması yanlışdır? Məsələn, gələk yenə buna baxaq. Baxın 16-lıqdadır, amma C var. Amma biz bilmirik A, B, C, D, Y, F-də durduq. F-də durduq. C 16 ifadə edir bizə. Burada C 16 deməkdir. Amma demişdik 16-lıqda biz demişdik 16-lıqda 16 ola bilməz. 16 və 16-dan 16 və ondan kiçiklər. 16 ola bilməz. 16 ondan kiçiklər. Burada C 16-dan kiçik bizə ifadə verir. 16-nın özünü ifadə edir deyə C ola bilməz. Y variantı. Deyək ki, ikili say sistemində verilmiş ədədlərdən hansı təhdir? Yəni bunu deyirəm, əgər ikili say sistemində verilən rəqəm, buradakıların bizə heç bir dəxlisi yoxdur. Axırdakı rəqəm 1-dirsə təkdir, 0-dırsa cütdür. Baxın 0-dır cütdür, 0-dır cütdür, 0-dır cütdür, 0-dır cütdür, 1 var təkdir. İndi bir də buna baxaq, bəli, dediyim sualın eynisi gəldi düşdü. n-1 təşkil edir əsasını, 8-in özü ola bilməz. Ona görə bunlar getdi. Say sistemi 0-dan başlamalıdır, cavab B variantı. Bu qədər, çox sadə. İndi gələk buna. Bizə burada əsas sual tipinin üçün bu qüvvətlərlə işləyəcəyik. Gördüyünüz kimi hamısı bizə bir şəkildə verilib. Deməli bizim axtardığımız rəqəm 1, 2, 3, 4 rəqəmidir. 3 rəqəmdə də getdi, işləməyəcəyik. 15 yazılıb. Bu 15 biz demişdik ki, F ifadə edir deyə F ilə başlayacaq rəqəmimiz. Bax bu 3 rəqəmlidir deyə getdi. Bu F ilə başlamır, F ilə başlamır, F ilə başlamır, B variantı. F ilə başlayan bir variant var, C variantı. Hansı yazılış yanlışdır? Gələk bu səfər buna baxaq. Demişdim say sistemi ikilikdirsə 2-dən kiçik olacaq. Yəni 0 və 1-dən ifadə olunmalıdır. D ola bilməz. Səhvdir. Gələk buna. Hansı yazılış yanlışdır? Yenidən baxaq. 2 var, 2 var. D variantı getdi. Belə çox sadədir. Həqiqətən çox sadədir. Suallar dediyim qayda ilə asanlıqla yazasınız. İndi deyək verilmiş ifadənin açıq yazısını istifadə etmək x16-lıq say sistemində nə yazıldığını müəyyən edin. Baxın. 1, bura baxın. 1, 2, 3. Deməli 3 rəqəmli olacaq. 3 rəqəmli olacaq. 3 rəqəmli olduğuna görə getdi. İndi baxaq. Rəqəmimiz 5. 5-i yazıram. 0 var. 0. 7 var. 7. 507 rəqəmini ifadə edəcək bizə burada. Həqiqətən. Sadədir. İndi baxaq əsas bu tipə. Bu tiplər də gəlir. Baxın üstü 5-dir. 2 var. 1 var. Yəni görürük ki 5 var. Amma 4, 3 yoxdur. 2 var. Buna görə biz nəzərə almalıyıq ki 5-i yazırıq. İndi burada o rəqəm 0-dır deyə yazmır ki. Onsuz nəticə 0-da. 0 nəticə toplu yanmır. Yəni burada arada boşluq vardır. Yəni 5-dən direkt 2-yə tutulmamsa, deməli o arada neçə ədəd varsa ondan yenə 0 yazarsınız. Məsələn 4 yoxdur, 0 yazacağam. 3 yoxdur, 0 yazacağam. 2 var, 3 yazacağam. Burada gördüyünüz kimi bir də 3 var yazacağam. 0 da yoxdur, deməli axırdakı 0-dır. Bu qədər basit. 5 330. 500 330. A variantı. Yenə deyirəm, baxın 4 yoxdur, 5 var. Qabağındakını yazdım 5. 4 yoxdur, 0 yazdım. Burada gördüyünüz kimi 4 yoxdur, 0 yazmışam. 3 yoxdur, 0 yazmışam. 2 vardı, qabağındakını yazdım. 1 var, qabağındakını yazdım. 0-ın özü yoxdur, deməli 0-dır, 0-ını yazdım. Bu qədər basit. Deyək ki, 8-də say sistemində verilmiş 120 406 ədədinin açıqlıq yazılışından istifadə edin. Bizə lazımdır 0, 1, 2, 3, 4, 5. 5 dənə rəqəm. 5-dən başlayacaq. Birinci rəqəmimiz 1-dir. Getdi, 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 getdi. 5-dən başlamalıydıq. C variantı. Çox sadə, çox sadə. Bunu da biçinizədir. 10, 10 vurulsun. 1, 1, 0, 1. Burada 0-ı nəzərə alman, axırda 0-ın böyrünə qoyacağıq. Riyaziyyatı nətə bilirsiniz? Məsələn, adi alt-alta nətə vururlar? 101, üstə gəlinsin. 0-dır, yazmıram. 0 yazıram. Üstə gəlinsin. İndi gələk toplamaya ki, buranı biz izah edeyim sizə. Toplama edeyim, bu misalı özü səddədəyim də. Yəni ki, mən bir də onu səddədəməyim. Məsələn, gələk yazaq 101, üstə gəlinsin 1. 0, 1. Aha. 1-in üstünə 1 gəlirəm. 2. 2 yazanlara baxın. Ona görə 2-dən 2-ni çıxırıq. Niyə 2-ni çıxırıq? Çünki ikilik say sistemində hesablama aparırıq. 0 yazırıq, 1 yadda. 0-ın üstünə 0 gəlirik. 0, 1 də yaddaydı. 0, yenə bura gəldik. Baxın, 1-in üstünə 1 gəlirəm. 2. 2-ni yada bilmərik. Ona görə 2-dən 2-ni çıxırıq. Yazıram. 0, 1 də yaddaydı. 1. Baxın, hesablamalar da belə olur. Toplama, ikilik say sistemində toplama belə olur. 1-in üstünə 1 gəldim. 2, 2-dən 2-ni çıxıram. 0. İndi ola bilər ki, məsələn, yazar 1, 1, 1, üstə gəlinsin 1, 1, yox, 1, 1. 1, 1. İndi nə edəcəyik? Baxın. 1-in üstünə 1 gəldim. 2, 0 yazan 1 yadda. Baxın, 1-in üstünə 1 gəldim. 2, 1 də yaddaydı. 3. 3-dən 2-sini çıxıram 1. Belə olacaq. 3-dən 2-sini çıxıram 1. 1 də yaddadır. 0-ın üstünə 0-ın gəlirəm. 1-in üstünə 1-in gəlirəm 1.
2, 1 ya da 3, üstdən ikisini çıxıram. Üstdən ikisini çıxıram 1, bir də 1-i qoyuram böyrünə, belə. 111, 1, 1, 0. Belə olacaq. Yəni, ümid edirəm ki, başa düşdünüz. Əgər başa düşməsə, arxaya verə, bir dəfə baxın, 2 dənə başqa öz-özünə rəqəmlər yazın, həll eləyin. Yəni, bunun hamısını siz yazasınız. Ümid gələk, yanlış yazılan yazılışları müəyyən edin. Həmin dəqiqə eləyək, M var, səhvdir. 1 düzdür, 2 düzdür, 3 düzdür. Məsələn, A var, 5 getdi, K var, getdi. Yəni, belə 3, 5, 6 A variantı. Bu qədər basit. M hara gedib çıxıb? Baxın, əlifba sırası ilə 16-lıqdadır. Biz demişdik, maksimum 16-lıqda F-dir. M var. Bir dənə qalqardım, qəşəng baxaq. F var, getdi. Yəni, bu ola bilməz. Burada gördüyümüz kimi K var, K. Əlifbada görün, haradadır ingilis əlifbasında? Getdi. Burada da demişdik ki, digər hansıydı? 3, 5, 5-ə baxırıq. A var. 10-luq say sistemində A nə idi? 10 idi. 16-lıq say sistemində A nədir? 10. 10-luq say sistemində 10 ola bilməz demişdik. Bəlkə də 50 dəfə demişik. Ona görə də 5 də olmaz. 3, 5, 6 A variantı. Bu qədər sadə, bu qədər sadə. Baxın, gəlin bu məsələyə baxaq. Deyək, sinifdə ümumi 43 8-ci say sistemində şagird var. Sinifin 1, 0, 1, 1 say sisteminin cavabı 16-lıq say sistemində ifadə edən. Gələk, 3 say sisteminin 3-ünü də özündə birləşdirən bir sualdır. Baxaq, deyək, 43 şagird var. Mən əsas alım buna baxacağam. Necə baxacağam? 1, 0, 1, 1, 1. İkili say sistemlərdə keçirəcəyik x8-liyə. X8-liyə keçirəcəyik. Gələk, burada ağ yerdə keçirək. Necə demişdik? 3-cü ayıracağıq. Görmədi axı. Bir dənə 0 qoyuram böyrünə, belə bağlayıram. Baxın, bura. Yazıram 421. Niyə 8-likdədir? 8-lik neçədir? 3, 2 üstü 3. 10 görə 3 sayıram. Ona görə 4, 2, 1 yazıram. 2 üstü 0, 1. 2 üstü 0, 0. 2 üstü 1, 2. 2 üstü 2, 4. Belə. İndi yazıram 0, 1, 0. 1, 1, 1. Yazıram 2, 8, bir də 7. 27. Çox sadə, çox sadə. 27-ni aldıq. 27-ni aldıq. Neçə oğlan var? Bu qızı tapdıq. 43 minus 27. 27. 8-likdədir, 8-likdədir. 3-dən 7 çıxılmır. 4-lükdən bir mərtəbə gəlirəm, amma 10 gəlmirəm, 8 gəlirəm. Niyə? Çünki maksimum 8-dir. 8-in üstünə 3-ünü gəldim, 11. 11-dən çıxdım 7-sini 4. Burada da 1 idi, 1. 14 8-likdədir. İndi 14-dən 8-liyə mən 8-dən 16-ya mən birbaşa kəs eləmədim axı. Bu proqramda balacalar üçün nəzərdə tutduğuna görə elə birbaşa əlin daha çox işləməsi üçün 8-dən çevirəcəm 2-liyə. 8-dən 2-liyə necə çeviririk? 421 yazdım. Yazdım bura 1, bura yazdım 8. 8-dən 2-liyə. Biz bir dəqiqə 8-dən 2-liyə keçirik yenidən. 8-dən 2-liyə keçirsək 0, 0, 1. 14 də bura deyirəm, axı 8 olanmaz. Yox, gördüm. 14. 10. 1, 1, 0, 0. Yazıram bura. Başdakı sıfırların önəmi yox idi, demişdim. 1, 1, 0, 0. Bu ikilikdədir. Keçəcəm 8, 16-lığa. Gəlirəm bura. Elə bir dəfə ayırdım. 84, 21. Gəldim, yazdım. 1, 1, 0, 0. 8 vurulsun 1, 8. 8 vurulsun 4 vurulsun 1, 4. 800 gəlsin 4. Bərabərdir 12. A 10 idi, B 11 idi, C 12 idi. C yazdınız. Cavabda C gəlməlidir. A variantı. Bu qədər. Bu qədər sadə, bu qədər sadə. Yəni ki, heç çətin suallar deyirlər. Əgər izahı yenidən başa düşməlisə, arxadan verin. Baxın, görün, nə eləmək lazımdır. Baxın. Belə, bu şəkildə. Sualın həllini buradan buradır. Belə, çox sadə sualdır. Bundan haqqında, bu sual haqqında 50 dəfə danışdıq. Bir də danışaq 51-ci olsun ki, qaranlıq yer qalmasın. Demişdik, 8-lik say sistemlərdə 8 ola bilməz. Maksimum 7-yə qədər düzlənmə olmalıdır. 8 var, 8 var, olmaz axı. Cavabçı variantı. Yəni, bu qədər sadə, bu qədər sadə. Yəni ki, nə deyəm bilmirəm. Belə çətin məsələ axtarıram, yəni həqiqətən çətin məsələ yoxdur. Baxın, 10-luq say sistemində verilmiş 15 ədədini ikilik say sistemində göstərin. 15 ədədi ikilik say sistemə. Demişdik, 10-luqdan hansına keçirsiniz, keçin. Hansını soruşursa, məsələn, ikilik soruşursa, 2-ni götürün, bölə-bölə gəlin. 15 bölünsün 2. 7 dəfə düşdü. 14, 1. Gəldim, 2 dəfə düşdüm. 3, 6, 1. 3-ə böldüm, 1. 2 çıxdım, 1. 1, 1, 1, 1. Y variantı. Dostlar, bu qədər. Çox sadədir. Həqiqətən çox sadədir. Yenə də başa sala gəlirəm. 15. Bizdən 10-luqdan hansı rəqəmə keçirsə, soruşursa ki, 2-liyə, 7-liyə, 9-luğa,
Bölə-bölə gələsiniz. Bölə-bölə gələsiniz. Bu qədər basitdir. 15 ikilik soruşur. 2-yə böldüm. 7 dəfə düşür. 15 minus 14 1 yazdım bura. Bu bizə əsas olan buradır. Buralar, bunlardır. Bizə əsas olanlar bunlardır. Yəni belə çox sadə. Bölə-bölə gələsiniz. Axırda da dayanasınız. 2-dən kiçik rəqəmə gələnə qədər dayanasınız. Bu qədər, bu qədər. Başqa baxaq. Bundan hamısından danışmışıq. 23 ədədini. İndi bunu baxaq. 23 ədədi. 23 ikilikdən yenə soruşur. 2-yə böldüm. 11 dəfə düşdü. 22 1 qaldı. 11 böl 2 5 10 1 qaldı. 5 2 2 dəfə 4 1 qaldı. 2 2 1 2 çıxdım 0. Dediyim kimi bizə bunlar əsasdır. Bunlar. Amma tərsinə belə götürəsiniz. Yazasınız. 1 0 1 1 1 10 111. C variantı. Yəni baxın. Biraz sürətli deyə bilərəm, amma yəni dayandıra baxa bilərsiniz. Həqiqətən. Bunların hamısını öz edə bilərsiniz. 16 sayısına verilmiş 1-0 rəqəmi. Çox sadədir. 0, 1, 2, 3, 4. Bu deyil. 0, 1, 2, 3, 4. Beləsində 8 gəlsin 2 hansında alınırsa odur. Yəni bu deməkdir ki, 4-cü rəqəmi 1 olmalıdır, bir də 2-ci rəqəmi 1 olmalıdır. Baxaq, başqa nə var? Gəldik cəmə. Bunu da özü bilərsiniz, 1017. 1017 rəqəmini sizdən soruşur. Gələk. Bu cəmləməni yerinə yetirək. 1, 1, 0, 0, 1, 1. Üstə gəlinsin. 1, 0, 1, 1, 1, 1. 1-in üstünə 1, 0, 1 yadda. Gəldik. 1-in üstünə 1, 2, 1 də yaddadır, 3. Üstdən ikisini çıxıram. 1, 1 yadda. 0-ın üstünə 1 gəlirəm. 1, 1 də yaddadır, 2. 2-dən ikisini çıxıram, 0, 1 yadda. 0 üstə gəlinsin, 1, 1, 1 də yaddadır, 2. 2-dən 2 yazamıram. Ona görə 2-dən ikisini çıxıram, 0, 1 yadda. Yenə eyni ilə 1-in üstünə 0 gəlirəm, 1, 1 də yaddadır, 2. 2-ni özünü yazamıram deyə 2-dən ikisini çıxıram, 0, 1 yadda. 0 yazıram, 0'dır, 1 də yadda. 0'dır, 1 də yadda. 0'dır, 1 də yadda. 0'dır, 1 də yadda. Bir dəqiqə harca səhv edirəm. 1-in üstünə 1 gəldik. 0, 1 də yadda. 1 yazıram, 1 yadda. 0, 0 yazıram. 1, 2, 1 yadda. Eyni ilə 1 yadda. 0, 0, 1, 1. D variantı dostlar. Hesablama səhv eləmişəm, üzr istəyirəm. Eyni ilə gələk. Hamısı eyni tipdir, yəni bundan hamısını özünüz yazа bilərsiniz. Amma gələk buna. Qəbulun gül suallarındandır. Sınaqlara həmişə düşür. ASCII kod fraqmenti, boş söhbət deyir ki, V design deyir ki, ayı tapın. Burada böyüyə var, kiçiyə necə tapasınız? Baxın, görün. Ağıl var, məntiq var. Kiçik, böyük Z var. Bax, böyük Z. Böyük Z var. Kiçik Z də var. Neynəyəsən? Böyükdən kiçik arasındakı fərqi tapasan. Bizə neçədə soruşur? 8-lik kodunda. 8-lik kodunda. 132, 172. 172 minus 132, 40. Görürük ki, bir ədədin böyüyü ilə kiçiyin arasındakı fərq neçə? Kiçiyi ilə böyük arasındakı fərq neçədir? 40. Çox basit, çox basit. Heç, yəni ki, baxın, burada görürük. Ayın 8-liyi neçədir? 101. Mən burada nəzər yetirirəm. Görürəm ki, böyük hərf kiçik hərfdən ədəd cəhətdən kiçikdir. Böyükdəki kiçikdə 172-dir, böyükdə 132. Deməli, mən böyüyün üstünə bayaqki fərq olan 40-ı gəlməliyəm. 40-ı. 141. B variantı. Gördünüz dostlar, ağıl var, məntiq var. Fikirləşin. Vallahi asandır, vallahi asandır. Yəni nə edə başa düşməsəniz, kommentariyada qeyd edin, o sualın həmin izahını shorts kimi paylaşacağam. Qalan hamısı eyni tipdədir, eyni tipdədir. Demək olar ki, hamısına baxdıq. Gələcək dərsimiz modelləşdirmədən ola bilər ki, mətnlərin emalını keçək, Word-ü. Tam olaraq bilmirəm. İzlədiyiniz üçün dərin təşəkkür edirəm. Sağ olun, abunə olmağı və dəstək olmağı unutmayın. Telegram qrupumuzun da linkin var, hər yerdə var, tapa bilərsiniz.